Məsəl üçün məsuliyyət deyəndə nəyə nəzərdə? Məsəl üçün ikinci sinif uşağı üçün mən nə məsuliyyət qoya bilərəm ki? Əslində ev işləri və öz işlərini uşağa tapşırmalıyıq. Məsələn, oğlan uşağına deyirlər, niyə ev işi biz verməliyik? Qız kimi böyüyər, o qız kimi olar. Amma tam yanlış bir prosesdir. Oğlan uşağı ev işlərinin öhdəsindən gəlməlidir ki, ananın emosiyasını bölüşə bilsin, ana ilə empatiya qura bilsin. Ana yoruldu. Ana əziyyət çəkdi. Ana bunun üçün bu işləri bu cür zəhmətlə ortalığa çıxardır və sabah öz qadınına da bunu empatiya quracaqdır. Ana olanda da qadını, yəni onu empatiya quracaq və ona dəstək olacaqdır daimi olaraq. Yəni biz bunu verməməli, yəni kişi etmirik bunu ki, ev işi görmədi, bu kişi olacaq. Elə bir yoxdur. O qədər ev işi görməyən, amma indi hal-hazırda kişilik xarakterləri olmayan şəxsiyyətlərlə doludur cəmiyyət. Əslində hə, orada da razıyam sizlə. Onda mən bundan öncəki bir suala qayıdım ki, mən evdə öz uşağıma kişilik hissini aşılamaq üçün mən onu neyim, çoxlu tərifləyim deyim, sən kişisən. Əsla, əsla. Özgüvən ümumiyyətlə görüntü ilə, kişiliklə və ya qadınlıqla yarada biləcək bir şey deyil. Sən qadınsan, sən üstün varlıqsan. Belə bir durum yoxdur. Özgüvən necə yaradılır? Özgüvən sən necə bir şəxsiyyətsən? Mərhəmətin var içərisində, vicdanın var, empatiya qura bilirsən, insanlarla ünsiyyəti yaxşı bacara bilirsən, onları başa düşə bilirsən, anlayışla qarşılaya bilirsən, yardım eləyə bilirsən və öz hisslərini, öz sərhədlərini qoruya bilirsən. Yəni özünə qaydanda özünlə baş-başa qala bilirsən. Daima telefona, televizora qaçmırsan. Boşluq tapan kimi, yəni özünü aslı şəxsiyyətə çevirmirsən nədənsə.